Mən onu ilk dəfə iyun ayının 28-i gördüm. Ona baxanda mənə elə gəldi ki, qarşımda bir mələk dayanıb. Mən səni sevirəm, Vaqif. Vaqif Eyvazoğlu Fətəliyev. Avqustun 2-dən 3-ünə keçən gecə öz bağında xəncərlə qətlə yetirilib. O bıçaqlardan birini xanımın əlində görmüşdüm. Olub belə bir şey. Yuxu görmüşdüm. Yəni, nağıl danışırıq. Yuxu görmüşdüm. Güya onlar bir-birlərini sevirmişlər. Kim? Səmədlə Valə Mənə elə gəlirdi ki, Səmədin ondan xoşu gəlir. qətiyyən. Deyilənlərə görə axır vaxtlar tez-tez mübahisəniz düşürmüş. Gözümün içine bak. Danış da. Beyin çakma. Nə qədər Səməd qaçıb aradan çıxmayıb, tutaqsa da çıxır. Mən yavaş-yavaş dəli olmağa başlayırdım. Bu saat deməyə. Xanımınız özünü asmaq istəyirdi. Onu mən öldürmüşəm. Necə tanış eləmsən onları? Sesini kes. Küçük. Mən belə eşitmişəm. Amma səbəbkarı Lalə özü olurdu. Olmuyor. Lane'den şüphelersiniz. Açan. Elvar müəllim, zirzəmiyə gəlin! Rüfət Hüseyinzadə. Bu həmin yazıcı deyil. Nə qədər ki vaxt var çıxarıb lazımdır. Xəbər apararlar Süleymana. Hadisədən 1-2 gün əvvəl xəncərlərin hamısı yerində idi. Hansı? Divardan asılan xəncərlər. Nə istəyib, bəs edib. 26 yaşlı. Dul. Heyf ki bunu çox gec başa